Salam, əziz və dəyərli izləyicilər. İndi yaxın planda dişimin uşaqlıqdan problemini göstərəcəyim mən sizə. İdmanda olmuşdu. Demək olar ki, dişimə kimsə dəymişdi və diş iç-içə girmişdi də üst-üstə. İndi bu günlər gəlmişəm doktor Hüseyn müəllimin yanına. Oktay Fasonlu'ysa xoş gördük. İndi problem nədir? Həkim ətraflı danışacaq ki, gedişatlar. Az danış. Mənim dişlərimə baxın, incə zətmişəsən, ağappaq. Nə tər zərbə alıb sobaqları, kəllə beyin travmasiyası, ta bilmirəm nə olub, burada nə olmuyor. Bu əridiyi, option indi düzəldəcək, axırda göstərəcəm sizə. Dostlar, ağzım içəyə gitti. Danışamıram. Mən danışamasam videolar için tez-tezdə. Uşaqlar, ağzım keyifdi, amma bir dənə nəticəyə baxın. Deməli, dediyim kimi uşaqlar, Dır Hüseyn müəllim. Nədir doktor? Dır nöqtə Hüseyn. Ha, doktor. Dır Hüseynin yanına gəlib. Doktor. Allah andına yəni. Ənəsli şeydir. Allah haqqı deyirəm ki, yəni, valla superdir. Mənim bu dişimə olan kompleksim da itdi. Sağ ol sən nəfsə.